Dostlar, bir tərəfdən narkotiklə, bir tərəfdən də əxlaqsızlığın yayılması ilə bu milləti məhv edirlər. Bu düşünülmüş bir siyasətdir və hər ikisinin də başında duran ekrana gördüyünüz bu adamdır. Ekrana gördüyünüz bu adam ki var, Vilayət Eyvazov, bu vaxtilə Ramiz Mehdiyevin gətirdiyi kadrdır. Bu küçə uşağıyla bunun fərqi yoxdur. Bu küçə uşağıyla, daha doğrusu küçə uşağıdır, fərqi yoxdur, küçə uşağıdır bu. Yazıyalı əlini tapanca o 2003-cü ildə meydanda. Bunlar silahla gəliblər hakimiyyətə, silahla da gedəcəklər. Bunun başqa bir yolu yoxdur. Bunlar silahla gəliblər. Bunlar xalqın qanını içməyə hazırdılar. Əxlaqsız, tərbiyəsiz adamlardır bunlar hamısı. Bunlarda ləyaqət, insanlıq edən şey yoxdur. Bunlarda heç bir milli dəyər anlayışı yoxdur. Bunu istəyirəm xalq bilsin. Ölkədə bütün respublika boyu dostlar narkotik satılır. Hamımızın balasını məhv edirlər. Millətin gəncliyini məhv edirlər narkotiklə. Onun başında duran bu adamdır, Vilayət Eyvazov. Polisin özbaşınalığına şərait yaradan, azyaşlıları aparıb göy polisdə döydürən bu adamdır. Astrada o yol kənarında məşhur kənd var ha. O kəndə 2 gündən bir hücum elətdirib, evlərə baskın elətdirən adam bu adamdır. Azərbaycanda onun ziyarısının, siyasətçinin cibindən nəşə atırıb, tiryək atırıb, təps elətdirən bu adamdır. Həyasızcasına insanları, bunların özlərinin bir üzə duran şahidlər batalyonu var. İstənilən adam üzrə qoyub bunu yatıb həbs elətdirirlər. Azərbaycan xalqı bunları tanımalıdır.